Həbib Nurmagomedov adını tarixə qızıl hərflərlə yazdırmış bir döyüşçü. O yalnız UFC-nin yüngül çəki üzrə çempionu deyil, həm də milyonlarla insan üçün inam və iradə rəmzidir. Həbib 20 sentyabr 1988-ci ildə Dağıstanın Sildi kəndində anadan oldu. O, uşaq yaşlarından atasının, məşhur məşqçi Abdulmanap Nurmagomedovun rəhbərliyi altında idmana başlayır. Dağıstanın dağlarında keçən uşaqlıq illəri Həbib üçün heç də asan olmasa da, məhz o çətinliklər xarakterini formalaşdırır. Abdulmanap onu yalnız döyüşçü kimi yox, həm də insan kimi tərbiyə edirdi. Həbibin təbiri ilə desək, atamın bir sözü hər zaman ağlımdadır. Oqtagonda qalib ola bilərsən, amma həyatda ləyaqətini qorumaq daha çətindir. Zirvədə olmaq uşaqlıqdan taleyinə yazılmış Qartal ləqəbli Həbib Nurmagomedov 2012-ci ildə UFC-də debüt edir və qısa zamanda öz üslubu ilə fərqlənir. İlk döyüşündə Kamal Şalorusla üz-üzə gələn Qartal submissiondan qalib gələrək uğura gedən yolda güclü təməl atır. Onun boğucu təzyiqi, güləş bacarığı və taktiki dəqiqliyi rəqiblərinə nəfəs almağa belə imkan verir. Həbibin karyerasında onu bütün dünyada məşhur olmasına səbəb olan döyüş heç şübhəsiz ki 2018-ci ildə Conor McGregor'a qarşı olan maçı idi. Bu döyüş yalnız idman qarşılaşması değildi. Bu, iki fərqli dünyanın toqquşması sayıla bilərdi. Döyüş ərəfəsində gərginlik o həddə çatmışdı ki, artıq küçələrdə belə hər iki idmançını dəstəkləyən kütlə bir-biri ilə kəllə-kəlləyə gəlir. Həbib həmin gecə qalib gəlir və dünyaya göstərir ki, səssizlik, inanc və intizam hər zaman qalmaqaldan öndə dayanır. Lakin çox təəssüflər olsun ki, bu sürətli yüksəliş müəyyən bir müddəti əhatə edir. Atası pandemiya səbəbi ilə dünyasını dəyişdikdən sonra Oqtagonda artıq işinin bitdiyini dərk edən Nurmagomedov anasına da verdiyi sözü tutaraq meydanı qardaşlarına buraxmağa qərar verir. Bu addımla o təkcə döyüşçü kimi yox, oğul, qardaş və dost kimi də insanların hörmətini qazanır. Geridə isə 29 qələbə və məğlubiyyətsizlik seriyası, eyni zamanda isə böyük bir məktəb buraxır. Bugün Həbib Nurmagomedov təkcə keçmiş çempion deyil, bəli, o bir məktəb. Onun həyatı göstərir ki, səbir, iman və ailəyə hörmət insanı zirvəyə qaldıra bilər.